Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib. Xəbər izi Yeni Sabaha istinədən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri aşağıdakı kimi saxlanılıb. Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi, ev təsərrüfatının uçot işinin aparıcısı, məsləhətçi, mühəndis, aparıcı mütəxəssis və xadimə, cəmi 5 işçi. Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə əhali sayı 10 minədək olanda icra başçısının nümayəndəsi, baş məsləhətçi, ev təsərrüfatının uçot işinin aparıcısı, xadimə, cəmi 3 ştat. Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə əhali sayı 10 mindən yuxarı olanda icra başçısının nümayəndəsi, baş məsləhətçi, ev təsərrüfatının uçot işinin aparıcısı, məsləhətçi və xadimə, cəmi 4 işçi.